Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün çoxluqların qayda izahını paylaşıram. Deməli, gəlin birinci təriflərdən başlayaq. İlk olaraq onu deyim ki, çoxluqlar riyaziyyatın ilk anlayışlarındandır. Ona görə də çoxluqlara tərif verilmir. Çoxluqlar deməli, onları təşkil edən elementlərə görə adlandırılır. Və çoxluqlar Latın əlifbasının böyük hərfləri ilə işarə edilir. A, B, yəni böyük hərflərlə işarə edilir və s. Məsələn, bir A çoxluğu yazıram. A çoxluğu bərabərdir və elementlərini mötərizə işarəsi daxilində göstərəcəm. Elementləri rəqəmlər də ola bilər, dəyişənlər də ola bilər. Məsələn, mən ilk 5 natural ədədi yazıram. 1, 2, 3, 4, 5. İlk 5 natural ədəddən ibarət bir A çoxluğu yazdım. Və buradakı rəqəmlər, yəni 1-dən 5-ə qədər olan rəqəmlər bu A çoxluğunun elementləri adlanır. Deməli, növbəti tərifimiz boş çoxluq. Boş çoxluq heç bir elementi olmayan çoxluqdur. Yəni, heç bir element olmayan çoxluğa boş çoxluq deyilir və boş çoxluq bu şəkildə göstərilir, işarə edilir. Daha sonra çoxluqlar iki yerə bölünür. Sonlu çoxluqlar və sonsuz çoxluqlar. Elementlərinin sayı sonlu olan çoxluqlar sonlu çoxluqlar adlanır. Elementlərinin sayı sonsuz olan çoxluqlar sonsuz çoxluqlar adlanır. Məsələn, hansılar ola bilər? Məsələn, natural ədədlər çoxluğu böyük N ilə işarə edilir, düzdür? Və sonsuz sayda natural ədəd olduğu üçün birdən başlayır, sonsuz sayda gedir. Elementləri sonsuzdur. Buna görə də natural ədədlər çoxluğu sonsuz çoxluqdur. Sonlu çoxluq, məsələn, mən burada 5 elementli bir çoxluq yazmışam. Elə həmin o A çoxluğunu mən sonlu çoxluq kimi göstərə bilərəm. 3, 4 və 5 göstərmişdim. Sonlu çoxluqdur. Daha sonra, məsələn, burada mən sonlu çoxluqda A çoxluğunu göstərdim və sonlu çoxluğun elementlərinin sayı var. Bu da, deməli, N A kimi göstərilir. Yəni, A çoxluğunun elementlərinin sayı N bərabərdir. İndi burada sayıram 5 element olduğu üçün N-A bərabər 5 olacaq. İndi mən A və B çoxluğu göstərirəm. Burada A çoxluğu olsun 1, 2. B çoxluğu olsun 1, 2, 3, 4. Tərif belədir ki, A çoxluğunun bütün elementləri, yəni 1 və 2 düzdür, bütün elementləri B çoxluğuna aiddirsə, A çoxluğu B çoxluğunun alt çoxluğudur. Alt çoxluğudur B çoxluğunun. Bu işarə nəyi göstərir? Alt çoxluğu. Deməli, A-nın bütün elementləri, yəni 1 və 2 həmsinin B çoxluğuna aiddir, düzdür? Deməli, A B-nin alt çoxluğudur, düzdür? İndi gəlin bunu Euler-Venn diaqramında göstərək. Əgər A B-nin alt çoxluğudursa, alt çoxluqları biz Euler-Venn diaqramında iç-içə göstəririk. Məsələn, bu olsun B çoxluğumuz. Alt çoxluq hansıdırsa o daha kiçik elementli çoxluqdur da, düzdür? Yəni, elementlərin sayı daha azdır. Burada 2 element var. Burada 4 element. Ona görə daxildə alt çoxluq olanı yazıram. A alt çoxluqdur. Ona görə daxildə olur. Burada elementlər 1 və 2-dir. B-də elementlər 1, 2, 3, 4-dür. 1 ilə 2 onsuz da fikir verin, B-nin daxilindədir. Onda 3 və 4-ü də kənardan göstərirəm. Aha. Deməli, mən Euler-Venn diaqramını qurdum. İndi növbəti tərifimizə baxırıq. Eyni güclü çoxluqlar yazıram. Burada eyni güclü çoxluqlar. Eyni güclü çoxluqlar elementlərinin sayı eyni olan çoxluqlardır. Məsələn, yazıram A çoxluğumuz olsun 1, 4, 6. B çoxluğumuz olsun 7, 8, 9. Fikir verin, N-A da 3'dür. Yəni A çoxluğunun elementlərinin sayı da 3'dür. B çoxluğunun elementlərinin sayı da 3'dür. Elementlərinin sayı eynidirsə, bu çoxluqlar eyni güclü çoxluqlar adlanır. Bir də var bərabər çoxluqlar. Bunu uşaqlar biraz qarışdırır. Bərabər çoxluqlar elementləri eyni olan çoxluqlardır. Daha dəqiq tərif versək, deyirik ki, əgər həm A çoxluğu B-nin alt çoxluğudursa, həm də B çoxluğu A-nın alt çoxluğudursa, onda A və B çoxluqları bərabər çoxluqlar adlanır. Məsələn, yazıram ki, A bərabərdir 1, 4, 8, B bərabərdir
8, 1, 4. Düzdür? Fikir verin, burada həm elementlərin sayı eynidir. Burada da 3 element var, burada da 3 element var. Həm də elementlər eynidir. 1, 1, 4, 4, 8, 8. Yəni elementlər eynidir. Həm də sayı eynidir. Yalnız burada fərqli olan nədir? Düzülüş. Onda biz belə deyə bilərik ki, bərabər çoxluqlar yalnız düzülüşü ilə fərqlənir. Yəni elementlərin sırası fərqlidir. Elementlərin özü və sayı eynidir. İndi gəlin açıqlıqlarla bağlı bir dənə misal nümunəsi yazaq. Məsələn, yazıram ki, elə burada B çoxluğunu götürək də. Deyirəm ki, B çoxluğunun, bax buradakı B çoxluğunun alt çoxluqlarını yazın. Yadında saxlayın ki, verilmiş çoxluq, yəni B çoxluğunun özü də elə B-nin alt çoxluğudur. Yəni mən burada alt çoxluqları yazsam, bir dənə burada yer açım özüm üçün. Alt çoxluqları yazanda birinci B çoxluğunun özünü yazıram. Yəni elə 7, 8, 9. Bu çoxluq özü də elə B-nin alt çoxluğudur. Çünki bütün elementlər həmçinin B-yə aiddir, düzdür? Daha sonra boş çoxluq. Nəyə görə boş çoxluq? Çünki boş çoxluqda element yoxdur. Elə element olmasa da yenə də buna aid götürə bilərəm də. Burada element olmayan boş çoxluğu yazsam heç nə dəyişmir, düzdür? Deməli, boş çoxluğun özü də B çoxluğuna aiddir. Ona görə də boş çoxluğu da B çoxluğunun alt çoxluğuna daxil edə bilirəm. Daha sonra tək elementli götürürəm. 7-ni götürürəm. 7-dir, daha sonra 8-dir, daha sonra 9-dur. İndi 2 elementli götürürəm alt çoxluqlarını. 7 və 8-i götürürəm. Bir dəfə 7 və 9-u götürürəm. Bir dəfə də 8 və 9-u götürürəm. Baxıram, burada 8 dənə alt çoxluq var. Deməli, alt çoxluqlarımızın sayı olur neçə? 8. İndi burada elementlərinin sayı 3 olduğu üçün mən bunu bir-bir sayaraq tapa bildim. Amma saymadan necə tapa bilərəm? Bunun üçün düsturumuz var. Deməli, bunu istəyirsiniz, dəftərinizə qeyd edin. Alt çoxluqların sayı bərabərdir 2 üstü, yəni qüvvətdə n olaraq hesablanır. Məsələn, burada 3 elementli idi, düzdür? İndi 2 üstü n-in yerinə 3 qoysam, 2 üstü 3. Həqiqətən də 2 üstü 3 8-dir. Baxıram ki, alt çoxluqlarının sayı gəldi, 8 oldu. Yəni, bir-bir saymadan da düsturu bilərək tapmaq olar. Məsələn, burada tutaq ki, mən bir dənə C çoxluğu götürsəm, elementlərinin sayı 6 olsa, 1-dən 6-ya qədər elementlər 4, 5, 6. Mən bunu bir-bir saysam, mənim vaxtım gedər, düzdür? Həm də nəyisə arada itirə bilərəm. Yəni, risklidir. Ən yaxşı düsturlandır. 2 üstü n-dir, düzdür? N-in yerinə burada 6 element olduğu üçün 6 qoyuram. Bu da 64-dür. Deməli, 64 alt çoxluğumuz olacaq. Birdən burada elə bilərsiniz, n-in yerinə sonuncu rəqəm 6 olduğu üçün mən 6 qoyuram burada işinin qüvvətinə. Buradakı 6 n-dir. N nə idi? Sayı. Yəni, burada indi C yazmışam da. C çoxluğunun elementlərinin sayı. NC. Baxıram ki, elementlərini sayıram. 6 element var. Elementlərinin sayı 6 olduğu üçün bura 6 qoyuram. Məsələn, burada 6-nın yerində 7 də olsa, yenə də. Burada 5 element, bir dənə element burada. Yenə də NC 6 olur. 2 üstü 6 olacaq. Yəni, son rəqəmə baxmayın. Elementlərin sayına baxıram burada. Aydındır demək istədiyim. Daha sonra birləşmə, kəsişmə və fərq haqqında yazaq. Mən buranı bir dənə silim. Deməli, çoxluqların birləşməsi. Birinci tərifini versəm, iki çoxluqdan heç olmasa birinə aid olan elementlərdən təşkil olunmuş çoxluğa A və B çoxluqlarının birləşməsi deyilir. Birləşmənin işarəsi də baxın budur. Bunu bəzən qarışdırır uşaqlar. Birləşmənin işarəsi budur. Yəni yadınızdan çıxartmayın. Fikirləşin ki, qolları yuxarıdır da. Yəni qolları yuxarı olan birləşmədir. Deməli, məsələn, indi mən bu A və B-nin birləşməsini Eyler-Venn diaqramında da sizə göstərəcəm ki, daha aydın olsun. Bu olsun bizim A çoxluğumuz, bu da olsun B çoxluğumuz. Birləşmədə deyirəm axı, heç olmasa bir çoxluğa aid olsun. Yəni, birləşmədə biz, burada indi qırmızı ilə göstərim, bu Eyler-Venn diaqramındakı bütün elementləri götürəcəyik. Yəni, Eyler-Venn diaqramının boş qalan hissəsi olmayacaq. Bütün elementlər birləşməyə aiddir. Məsələn, bir A çoxluğu yazıram burada, bir də B çoxluğu yazacağım.
A çoxluğumuz olsun 1, 3, 5. Mötərizəmizdə yazaq. B çoxluğumuz da cüt ədədlər olsun 2, 4, 6. Gəlin bir dənə də ortaq element yazaq. 3 olsun ortaq element. Aha. İndi mən bunu burada göstərsəm, deməli, burada göstərsəm sərgəsiz olmaz. Görəsən, A-nın elementləri 1, 3, 5-dir. Ortaq olan element burada 3-dür. İndi kəsişməni hələ ki deməmişəm. Amma yenə də ortaq olan element 3-dür. Bax, bu ortada kəsişmə var. Hava buraya yazıram 3. 1 və 5 yalnız A-ya aiddir. Düzdür, deməli. Burada 1 və 5 olacaq. Geriyə burada 2, 4, 6 qaldı. Bu da yalnız B-yə aiddir. 2, 4, 6. İndi buradakı elementlərin sayını tapsam. 1, 5, burada 2 dənədir. Biri buradadır. 1, 3'ü də burada. 2, 1, 3 cəmi 6 element oldu. Düzdür, deməli. A və B-nin birləşməsinin sayı 6'dır. Buradan göstərək. A birləşir B ilə. Bərabərdir. Birinci çoxlu kimi yazsam, fikir verin. Bütün elementləri əslində yazmışam. Yalnız burada təkrarlanan nədir? 3 düzdür. Onda 3'ü bir dəfə yazacağam. Yazıram ki 1. Çalışın burada azdan çoxa doğru yazın. Yəni 1, 2, 3, 4, 5, 6. Baxıram ki elementlərimin sayı 6'dır. N, A birləşir B ilə 6. Burada 3'ü bir dəfə yazıram. Yəni təkrarlanan element 2 dəfə yox, bir dəfə yazılır birləşmədə. İndi kəsişmə haqqında danışsaq. Kəsişmə ilə bayaq da dedim. A və B, yəni hər iki çoxluğun ortaq elementləridir. Ortaq elementlərdir. Euler-Venn diaqramında da bax bu kəsişən hissə, bax bu hissə bizim kəsişməmizdir. A çoxluğu olsun, B çoxluğu olsun. Kəsişmənin işarəsi də burada qollar yuxarı idisə, burada da qollar aşağıdır. Yəni A və B-nin kəsişməsi. Elə buradakı nümunəyə əsasən A və B-nin kəsişməsi demişdik bura. Düzdür? Yəni buradakı element nədir? 3. Deməli, kəsişməmiz yalnız 3'dür. N, A və B-nin kəsişməsi, yəni kəsişmədəki elementlərin sayı. Neçə element var? 1 element. Düzdür? Deməli, A və B-nin kəsişməsinin sayı 1'ə bərabərdir. İndi gəlin mən burada bir dənə xüsusi halı sizə göstərim. Əgər çoxluqlarımızın biri digərinin ad çoxluğu olsa, məsələn, A, B-nin ad çoxluğu olarsa, məsələn, A olsun, deməli, 1 və 5, B də olsun, 1, 3, 4, 5. Baxıram ki, burada A-nın elementləri 1 və 5, həm 1, həm də 5. B-yə aiddir. Onda A-B-nin ad çoxluğu düzdür. Burada da qeyd etmişik. Bir digərinin ad çoxluğu olanda iç-içə göstərirəm də, artıq Euler-Venn diaqramı kimi yox, iç-içə göstərirəm. Deməli, daxildə olan ad çoxluq olandır. Düzdür? Elementlərin sayı az olan. Yəni A-nı mən daxildə göstərirəm. Elementlərin sayı çox olan, misal üçün B burada 4 elementlidir. Bu da kənardadır. B çoxluğu. A-nın elementləri 1 və 5'dir. B-nin elementləri 1, 3, 4, 5'dir. 1 ilə 5'i B-də artıq göstərmişəm. 3 və 4'ü də kənarda göstərirəm, yalnız B-yə aid olduğuna görə. İndi burada fikir versəz, kəsişmə və birləşmə haqqında. Birinci birləşməyə baxıram. Demişdim ki, birləşməni yazanda bütün elementləri yazıram. Təkrarlanan elementlər burada 1 və 5'dir. Təkrarlanan elementləri də yalnız bir dəfə yazacağım. Yəni 1, 3, 4, 5. Birləşmə 4 elementli düzdür. Fikir verin, 1, 3, 4, 5 elə B çoxluğudur da. Onda belə bir qayda çıxır ki, əgər A, B-nin ad çoxluğu olarsa, A və B-nin birləşməsi elə qırmızı ilə gəlin burada yazaq. Birləşməsi elə B çoxluğuna daxildir. B çoxluğuna bərabərdir. Deməli, A ilə B-nin birləşməsi B çoxluğuna bərabərdir. A ilə B-nin kəsişməsi isə A çoxluğuna bərabərdir. A və B-nin kəsişməsi hansı elementlər idi? Ortaq olan elementlər, düzdür. Burada da ortaq olan 1 və 5'dir. Yazıram 1, 5. 1 və 5'də fikir verin, bizə elə A çoxluğunu verir də. İndi buradan gəlin qeyd edək. Deməli, əgər A çoxluğu B çoxluğunun ad çoxluğu olarsa, onda A və B-nin birləşməsi, deməli, elementlərinin sayı çox olan, yəni böyük olan, B düzdür, böyük olan birləşmədir, yəni B çoxluğu. A və B-nin kəsişməsi isə
Deməli, elementlərinin sayı az olan, yəni kiçik olan. Kiçik olan da təbii ki, A-dır, düzdür? Yəni A-ya bərabərdir. Yəni kiçik olan kəsişmə, bax ki, açar sözümüz budur ki, kiçik olan kəsişmə A-dır. Böyük olan birləşmə, açar sözümüz B-dir, düzdür? Buradan da çıxır ki, böyük olan da yəni B olacaq. İndi baxırıq iki çoxluğun fərqinə. Birinci tərif versəm, deyirəm ki, A çoxluğunun B çoxluğuna daxil olmayan elementlərindən təşkil olunmuş çoxluğa A çoxluğunun B çoxluğuna fərqi deyilir. Və mən fərqi bax bu drop işarəsi ilə göstərirəm. Deməli, mən bunu Venn diaqramında necə göstərəcəm? Birinci yəni çoxluqlarımızı quraq. A çoxluğumuz olsun 2, 6, 9. B çoxluğumuz olsun 2, 4, 5. İndi el-Venn diaqramını quran zaman bu olacaq A, bu da olacaq B çoxluğumuz. Şəkil biraz bir böyük bir balaca oldu. Deməli, burada ortaq olan 2-dir, düzdür? Deməli, onu mən kəsişməyə yazıram. Ortaq elementlərimiz 2-dir yalnız. Deməli, 4 və 5 yalnız B-yə aiddir. 4 və 5 yalnız B-yə aiddir. 6 və 9 da yalnız A çoxluğuna aiddir. İndi mən burada fikir verin. A fərq B deyirəm. Loro dildə fərq nədir? Çıx, düzdür. Yəni A çıxılsın B. A-dan B-ni çıxanda, gəlin qırmızı ilə göstərək. Aha. A-dan B-ni çıxıram. Elə bilin ki, bu B yoxdur burada. Onda geriyə nə qalır? Yalnız 6 və 9. Onda yazıram ki, A fərq B bərabərdir 6 və 9. İndi tərifə qayıtsam, tərifdə mən nə deyirdim? A çoxluğuna daxil olan, B çoxluğuna daxil olmayan. Yəni 6 və 9 yalnız A-ya aiddir, düzdür? B çoxluğuna aid deyil. Ona görə 6 və 9 A fərq B-dir. Gəlin burada həmçinin B fərq A-ya da baxaq. B fərq A necə olacaq? B çıxılsın A. Yəni B-də olsun, A-da olmasın. Bax bu ikinci gələndə olmamalıdır, düzdür? İndi bu səfər B-də olsun, A-da olmasın. B-də olsun, A-da olmasın. Gəlin bunu təzdən aşağıdan göstərim. Fərqli bir rənglə göstərək. Bu səfər bənövşəyi olsun. Aha, indi B çoxluğunda olsun, A-da olmasın. A çoxluğunu çıxıram. Düzdür. Geriyə nə qaldı? Bax bu 4 və 5 qaldı. Deməli 4 və 5 yalnız B çoxluğuna aid. A çoxluğuna daxil deyil. İndi burada da yenə xüsusi bir qeydimiz var. Deyirəm ki, əgər A çoxluğu B çoxluğunun alt çoxluğu olarsa, gəlin bunu göstərək. Deməli, A çoxluğu olsun, deməli 1, 2, B çoxluğu da olsun 1, 2, 3, 4. İndi burada daxildə olan A çoxluğu düzdür. Çünki A-nın elementləri daha azdır. 1 və 2-dir. B-də olsun 1, 2, 3, 4. 1 ilə 2 A-ya aiddir. Həmçinin B-yə aiddir. 3 və 4 yalnız B-yə aid idi. İndi qayda budur ki, əgər A çoxluğu B çoxluğuna daxildirsə, yəni alt çoxluğudursa, burada deməli mən A fərq B sizə necə olar burada? A fərq B. Bu nə deməkdir? A-da olsun, B-də olmasın, düzdür? İndi A-da olan 1 və 2-dir. 1 və 2 də B-yə aiddir də. Yəni A-da olub B-də olmayan element burada yoxdur. Boş çoxluqdur. İndi gəlin B fərq A-ya baxaq. B fərq A nə idi? B-də olsun, A-da olmasın, düzdür? B-də olsun, A-da olmasın. B-dəki 1 və 2 A-da var. Geriyə nə qaldı? 3 və 4, düzdür? 3 və 4. Həmin o 3 və 4-də bax bu hissədə, bax bu halqa, düzdür, halqa. Gərək fərqli rənglə göstərərdim bunu. Deməli, burada 3 və 4 var idi, üstündən xətt getdi. Bura 3 idi, bu da 4 idi. İndi 3 və 4, yəni B fərq A, həmin bax bu arada qalan halqadır. İndi gəlin buradan bir qeyd eləyək. B fərq A bərabərdir. Deməli, B fərq A-nı, yəni bax bu halqanın 3 və 4-ü bəzən A çoxluğunun B çoxluğuna tamamlayıcısı kimi adlandırırlar. Bu B indeksdədir, burada kiçik göstərmişəm. Yuxarıda da bir dənə belə şişimiz var. Deməli, B fərq A-nı A-nın B tamamlayıcısı kimi göstərirlər. Nə zaman? Yalnız o zaman olar ki, A B-nin alt çoxluğu olarsa. Gələk bunu yuxarıda göstərərdim. Deməli, şərtimiz budur ki, A B-nin alt çoxluğu olarsa, B fərq A
A'nın B'yi tamamlayıcısı adlandırılır. Bax, bunu unutmayın, qeyd edin. Daha sonra bəzi xassələrimiz var. İndi onlara baxırıq. Deməli, mən bu lövhəni təmizləyim. Deməli, xassələrimiz. Birinci, deyirəm ki, A və A çoxluğunun birləşməsi. A çoxluğu ilə A çoxluğunun birləşməsi ilə A çoxluğuna bərabərdir. Daha sonra A çoxluğu ilə boş çoxluğun birləşməsinə baxıram. A çoxluğu ilə boş çoxluğun birləşməsi də elə A çoxluğuna bərabərdir. Bir də A çoxluğu ilə B çoxluğunun birləşməsi, həmçinin yerlərini dəyişə də bilərəm. Yəni B çoxluğu ilə A çoxluğunun birləşməsi deməkdir. Bu xassələr əsas xassələrdir. Bunları bilmək vacibdir. İkinci, A çoxluğu ilə A çoxluğunun kəsişməsi elə A çoxluğunun özünə bərabərdir. Daha sonra A çoxluğu ilə boş çoxluğun kəsişməsi. Bu təbii ki, də elə görünür ki, boş çoxluqdur. Çünki boş çoxluğun elementi yoxdur. A çoxluğu ilə boş çoxluğunun ortaq elementləri də yoxdur da, yəni boş çoxluqdur. A çoxluğu ilə B çoxluğunun kəsişməsi, yenə yerlərini dəyişə bilərəm. B çoxluğu ilə A çoxluğunun kəsişməsi deməkdir. Üçüncü qayda. Əgər A çoxluğu B çoxluğunun alt çoxluğu olarsa, bunu bayaq əslində demişdim, indi daha sərtqəli oldu. A B'nin alt çoxluğu olarsa, A və B'nin birləşməsi, bax bu böyük olan B çoxluğu, A və B'nin kəsişməsi A çoxluğu, düzdür? Daha sonra dördüncü. A fərq A bərabərdir. A fərq A nədir? A-da olan, A-da olmayan. Belə bir şey mümkündür. A-dan A-nı çıxsam 0 alıram da, yəni boş çoxluq, düzdür? A fərq A nədir? A çıxılsın A. Bu da boş çoxluqdur. A çoxluğu ilə boş çoxluğun fərqi bərabərdir. A çoxluğunda olsun, boş çoxluqda olmasın, düzdür? Bu da elə A çoxluğunun özüdür. Yəni, bu fərqi çıxma kimi düşünün. A çıxılsın boş çoxluq. Boş çoxluqda heç nə yoxdur, yəni 0-dır. A çıx 0 elə A-ya bərabərdir. Bir də var boş çoxluq, fərq A. İndi boş çoxluqda olsun, A-da olmasın. Belə bir şey mümkün deyil. Yəni, bu da boş çoxluqdur. Boş çoxluqdan A-nı çıxsam, yəni boş çoxluğun elementi yoxdur. Necə çıxım mən? Bu da boş çoxluq. İndi 5-ci. İndi 3 dənə çoxluq götürürəm. Deyirəm ki, A birləşsin B ilə mötərizədə. Bunu da birləşdirirəm bir C çoxluğu ilə. Bu bərabərdir. A çoxluğu birləşsin mötərizədə B ilə C-nin birləşməsi. 6-cı hal. İndi bunun kəsişməsini yazıram. Yəni yazıram ki, A kəsişir B ilə mötərizədə. Bunu da kəsişdirirəm C çoxluğu ilə. Bu da nə deməkdir? A ilə kəsişdirirəm B və C-nin kəsişməsini. Daha sonra 7-ci hal. Deməli, A birləşsin B və C-nin kəsişməsi ilə. Burada yazıram ki, A birləşir B ilə mötərizədə. Mötərizənin daxilindəki işarə kəsişmədir. Yazıram, kəsişsin mötərizədə A və C-nin birləşməsi. A və C-nin birləşməsi. 8-ci hal. Deməli, bu səfər də A kəsişir B və C-nin birləşməsi ilə. İndi A kəsişir B ilə mötərizədə. Mötərizənin daxilində birləşmə verilib. Düzdür, yazıram. Birləşsin A və C-nin kəsişməsi ilə. 8 dənə xəstəmiz bunlar idi. İndi son 4 dənə düsturumuz var. Bunları silim. İndi onu yazıram. Deməli, düsturlar burada A və B çoxluqlarının birləşməsinin say düsturudur. Yazıram ki, N A və B-nin birləşməsi. Deməli, A və B-nin birləşməsinin sayını tapmaq üçün bir üsulumuz Euler-Venn diaqramından istifadə edərək tapmaqdır. Onu mən bayaq qaydanı izah edəndə sizə bir-bir göstərirdim ki, necə sayırıq. Bütün elementləri götürürük, yalnız bir dəfə saymaqla tapmaq olur. İndi düstur kimi necə olur? Yazıram ki, NA üstə gəl MB çıxılsın kəsişmə. A və B-nin kəsişməsi. Daha sonra buradan həmçinin kəsişmənin də sayını tapmaq olur. A və B-nin kəsişməsi bərabərdir. A üstə gəl B
Çıxılsın N, A və B-nin birləşməsi. Üçüncü, N, A və B-nin birləşməsi. Mən burada A ilə B-nin birləşməsini NA və NB-yə əsasən tapdım. İndi isə A və B-nin fərqinə əsasən tapıram. A fərq B, üstə gəl. B fərq A. Bu səfər burada çıxma ilə, yəni çıxılsın kəsişmə, indi üstə gəl kəsişmə olur. N, A və B-nin kəsişməsi. Dördüncü, yenə buradan da A və B-nin kəsişməsini tapa bilərəm. A və B-nin kəsişməsi, A və B-nin birləşməsindən çıxıram. Deməli, N, A fərq B-ni və N, B fərq A-nı. Mən bu, misal üçün, əsas birinci və ikincini bilsə, üçüncünü daha doğrusu bilsə, sizə kifayətdir. Niyə? Çünki kəsişmənin tapılması elə bu düsturdan çıxır da. Mən sizə düsturdan düstur çıxartmağı deyiminiz olacaq. A və B-nin kəsişməsi lazımdır, düzdür. A və B-nin kəsişməsinin burada işarəsi mənfidir. Mən bunu digər tərəfə işarə keçirdirəm. Əgər bərabərliyin bir tərəfindən digər tərəfinə keçirsəm, ifadə də ola bilər, dəyişən də ola bilər, rəqəm də ola bilər, fərq etməz. Burada işarəm çıxdı. Digər tərəfə keçəndə müsbət olur. Baxın, sol tərəfdə müsbət yazdım. Bunu keçirdikdən sonra A və B-nin kəsişməsi bərabərdir. Sağ tərəfdə NA üstə gəl NB-ni olduğu kimi saxlamışam. Burada birləşmə var idi. Birləşməni digər tərəfə keçirdəcəm. Burada birləşmə müsbətdir. Digər tərəfə keçəndə mənfi olur. Baxın, kəsişmənin düsturunu tapdım. Düzdür? İndi dördüncü halda A və B-nin kəsişməsi. Baxıram ki, burada A və B-nin kəsişməsinin işarəsi müsbətdir. Onda mən bunu saxlayıram müsbət. Burada gördüyüm əlavə A fərq B ilə B fərq A-nı digər tərəfə keçirdirəm. A və B-nin birləşməsi müsbət idi, müsbət qaldı. Fərqlərin işarəsi digər tərəfə keçəndə mənfi oldu. Düzdür? Sadəcə burada bu fərqləri digər tərəfə keçirəndə sol tərəfdədir. Mən sağda yazmışam. Bərabərliyin belə yazaq da, tutaq ki, C bərabər D və ya D bərabər C. Fərqi var bunun? Yox. Yəni, sol və sağ tərəfin yerini dəyişsəm, heç bir şey dəyişməyəcək. Ona görə də solda və ya sağda yazmağımın heç bir şeyə təsiri yoxdur. Sadəcə bir tərəfdən digər tərəfə element, dəyişən, ifadə keçirən zaman işarəni dəyişirəm. Bərabərliyin sol və sağ tərəfi eynidirsə, sağ və sol tərəfin yerini dəyişə bilərəm. Daha sonra burada bir dənə də xüsusi hal var, onu da deyim. Deyirik ki, əgər A və B çoxluqlarının kəsişməsi boş çoxluqdursa, yəni sıfırdırsa, düzdür? O zaman A və B-nin birləşməsi nəyə bərabər olar? Elə NA üstə gəl NB-yə bərabər olur. Nəyə görə? Çünki bizim birləşməmizin düsturu nə idi? NA üstə gəl NB çıxılsın kəsişmə. Əgər kəsişmə yoxdursa, sıfırdırsa, elə düstur nə olacaq? Sadəcə bu qalır da. Birləşmə NA və NB-nin cəmidir. Daha sonra həmçinin, əgər A və B-nin kəsişməsi yoxdursa, NA fərq B bərabərdir elə NA-nın özünə. Məsələn, bunu deyirəm də sizə. Euler-Venn diaqramında baxın. Mənim kəsişməm yoxdur, düzdür? Yəni, bura sıfırdır, heç nə yoxdur. Sıfır yazmayaq, heç nə yoxdur. Yəni, boşdur bu çoxluq, düzdür? Heç bir şey yoxdur. Tutaq ki, A çoxluğu 1, belə yazaq, A çoxluğu 1, 2, 3 olsun. B çoxluğu da 4, 5, 6 olsun. Aha. A 1, 2, 3'dür. Bu da 4, 5, 6'dır. B çoxluğum, A çoxluğum. Kəsişmə yoxdur. İndi NA çıxılsın B. Düzdür, fərqi. Nə idi? A-da olan, B-də olmayan. A-dan B-ni çıxırdım. Aha, burada çıxsam, nə qalacaq geri? Yenə də 1, 2, 3 qalır da. 1, 2, 3 elə A-nın özüdür. Yəni, əgər A və B-nin kəsişməsi yoxdursa, boş çoxluqdursa, A fərq B, yəni deməli A çıxılsın B elə NA-nın özüdür. Bu 1, bu 2. Bir də üçüncü hal, həmçinin N, B fərq A bərabərdir. Əgər kəsişmən boş çoxluqdursa, elə NB-nin özünə bərabərdir. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.